Salam əzizləyicilər, Zəfər Şəhidlər turnirinin A qrupunun son oyununda sizlərlə bərabərik və qrup lideri MC Finans komandası qara sarı geyimdədir. Ekranlarınızdan sol tərəfdədir. Şahid Yusubov, Elzar, MC Finans komandası. Komandanın rəhbəri Elçin Şirinli və komandanın kapitanı Anar Məmmədov hal-hazırda qapıda Anarı görürsünüz. Və ekranlarınızdan sağ tərəfdə göy geyimli komanda isə Şəhid və qapı dirəyinə tuş gəlir Sadiqin zərbəsi. Göy geyimli komanda isə Şəhid, Emin İsmailov Brolar komandasıdır. Hər iki komandalara uğurlar arzu edirik. Güclü olan qalib gəlsin deyirik. Xəyal və daha bir qapı dirəyi. Sağ sol qapı dirəyi. Tural Qarayevin köməyinə çatır ilk dəqiqədə. Görək 3-cü hücum qapı tirinəmi tuş gələcək MC Finans komandasında. Cavad topladı. Ötürməsi. Əli. Zaur. Zaur. Qapıya zərbə və gol. Zaur uzaq 3-cü dəqiq nişan alır. 1-0 edir hesabı. 2-ci dəqiqədə fərqlənir. Önə keçir MC Finans komandası. 3 zərbə oldu. İlk zərbə sağ dirək, ikinci zərbə sol dirək, üçüncü zərbə isə qapıya daxil olur. Əli və Tural Qarayev. Ötürməsi Rövşən. Əli yenidən Rövşən. Dabanla Əli ötürməsi. Sahil Qaraşlı. Sadiq. Geriyə Anar. Adaşı ilə oynadı Anar Məmmədov. Əli, Anar, yenidən Məmmədov və out. MC Finans komandasınındır. Sadiq. Sağ cinaha Əli. Əli, Tural Qarayev. Əllə uzun ötürmə Sahil Qaraşlı. Komandanın ən çox top vuran oyuncusu bombardiridir Sahil Qaraşlı. Nuriyev. Cavad, zərbə və gol! 1-1 olur hesab, Cavad fərqlənir. Tarazlığı bərpa edir, cavab gecikmir, Cavaddan gəlir. 1-1 hesab, buralar 1-1 etdi hesabı. Buralar komandasında baş məşqçi qismində Elşən Şürlünü görürük. Zədəlidir bugün. Meydanda görmürük onu və komandasını tək qoymuyub. Gəlib kənardan məşqçi qismində çıxış edir bugün Elşən Şürlü. Anar Məmmədov, xəyal o da. Uzun bir aradan sonra meydanlara geri dönüb zərbə də indirir. Dəqiq olmur. Qırmızı vərəq almışdı. Cəzalanmışdı. 3 oyunluq cəza vermişlər və bugün cəzası bitib. Yenidən start heyətdə öz yerini alıb meydanda. Anar girdi araya. Zaur. Əli ötürməsi. Rövşən. Rövşən mükəmməl dəyişdi cinahı. Əli Nuriyev qapı önünə. Anar başla Məmmədovla oynadı, kapitanı ilə oynadı. Təcrübə çox soyuqqanlıdır. Xəyal. Ötürməsi Əli. Sadiq. Rövşəndən keçmədi top. Ehtiyatda Əhlimanı görürük MC Finans komandasında. İlerleyen dəqiqələrdə dərs vuruş və Qarayev ayıqlığını itirmədi, avtoqola imkan vermədi. Zaur ötürməsi Anar Məmmədov. Anar xəyal top ilkisi və Cavad. Anar və qayda pozulur ona qarşı Cavad tərəfdən. Anar Məmmədov qapısını tərk edib
Sərmə zərbəsi yerinə yetirir. Aktivində geridə qoyduğumuz oyunlar ərzində qolları da var Anar Məmmədovun. Xəyal, qapıya zərbə təhlükəli idi. Tural Qarayev. Əlli ötürməsi Cavad. Xəyalla mübarizəsi Cavad. Sadiq geriyə Anar Məmmədov. Sadiq. Əli tabanla yenidən Sadiqə Cavad. Zaur geriyə Anar. Əliyev. Məmmədov. Anar. Xəyal. Mərkəzdə Sadiq. Dabanla Zaur. Zaur. Beton Əli keçid vermədi. Sahil Qaraşlı. Cavad. Sahil 2-yə 1-dilər. Zərbə qapı dirəyi. Anar Məmmədov, Əli Nuriyev. Başla Cavad. Və Sadiq. Rövşən. Sahil Qaraşlı. Yenidən Rövşən ötürmə. Əli Nuriyev. Xəyal, Anar Məmmədov. Ötürmə, Anar. Anar. Sadiq, Xəyal. Xəyal, ötürməsi, Zaur, Xəyal. Əli və Beton Əli. Baş qapıdan çıxardır topu. Önə keçməsinə imkan vermədi. Finans komandasının Nuriyev, Tural Qarayev, Sahil Qaraşlı. Qaraşlı və son anda Sadiq. Out. Sahil Əli. Top meydandadır. Sahil ötürmə. Cavadın zərbəsi. Alınmır. Anar Məmmədov. Sadiq. Anar. Ötürməsi. Əli başla. Dəqiq deyil. Əli. Zaurla mübarizəsi. Zaurdan geriyə. Anar Məmmədov. Önə doğru ötürmə. Rövşən. Sahil Qaraşlı. Əli və Anar. Sahil. Sahil və Anar Məmmədov. Sahilin ötürməsi Sadiq. Tural Qarayev. Emiliano Martinez ləqəbli Qarayev. Önə doğru ötürmə. Anar Məmmədov. Birbaşa qapıya. Qarayevin önündə olduğunu gördü. Qapıdan qapıya zərbə indirdi. Qarayev əl ötürməsi dəqiq deyil. Sadiq və Tural Qarayev. Öz səhvini düzəldir. Qüvvətli zərbədən çəkinmədi və dəf etdi o zərbəni. Rövşən. Cavad, Sahil, yenidən Rövşən. Dəqiq deyil. Anar Məmmədov. Zaur. Anar. Zaur. Zaur. Sürmə, Sadiq. Anar, qapı önünə. Dəqiq deyil və bir təbrik var. Onu da nəzərimizə çatdırım. MC Finans komandasının oyuncusu Toğrul Əlilinin bugün doğum günüdür. Onu buradan təbrik edirik. Uzun ömür, can sağlığı, qalan ömrünü Allah bərəkətli etsin deyirik. İstədiyi kimi ömür arzu edirik. Toğrul Əliliyə buradan da təbriklərimizi çatdırdıq ona. Sahil Qaraşlı, Sahil keçə bilmədi təcrübəni. Anar. Sol cinaha Sadiq ötürmə, Xəyal qapıya zərbə və qapıdan zərbə olacaq.
Tural Qarayev. Rövşən top itkisi. Anar Əliyev. Xəyal. Xəyal. Sahil Qaraşlı qazandırır topu komandasına. Rövşən. Əli Nuriyev. Əli Zaur. Zaur. Anar. Sadiq və Əli. Blok qoyur ki, üzdən zərbə olacaq. Ötürmə Anar Məmmədov. Qapı boşdur. Qarayev və Anar Məmmədov. Rövşən. Cavad. Cavad 1-1 və Anar Məmmədov. Nələri qaçırdır buralar komandası. Anar Məmmədov imkan vermir. Əli Nuriyev. Sahil. Cavad. Sahil yenidən Cavad və gol. Dubl edir Cavad. Özünün ikinci komandasının ikinci qoluna imza atır. Ötürmənin müəllifi isə Sahil Qaraşlı olur. 2-1 önə keçir buralar komandası. MC Finans üzərində geri dönüş etməyi bacarırlar. İlk qol Zaurdan gəlmişdi MC Finans komandasından. Anar Məmmədov. Xəyal. Sadiq. Geriyə Anar Məmmədov. Önə doğru ötürməli. Zaur. Ötürməsi və son anda Əli. Əli! Dəqiqdir. Meydanda 3 oyunçunun adı Əlidir. 2 oyunçunun adı isə Anardır. Nuriyev. Cavad. Sol ayaqla dəqiqdir. Anar Əli ötürməsi. Əli Nuriyev. Sadiq. Zaur. Zaur. Geriyə Anar. Bugün MC Finans komandası məğlub olsalar da, qalib gəlsələr də qrupu lider bitirəcəklər və əsas heyət oyunçularından bir çoxlarına bugün istirahət verib Anar Məmmədov. Türmə Sahil və blok gəlir Anar Əliyevdən. Sahil Qaraşlı. Bu səs Qarayevdən çıxırdı və qəbul etdi topu. Qarayev qapıya zərbə dəqiqdir. Oyundan sonra soruşarıq görək o məsafədən qolu varmı Qarayevin? Xəyal. Qapıya zərbə. Qarayev. Martinez ləqəbli. Saraq qurtarışı ilə yadda qalır. Zaur ötürməsi Sahil Qaraşlı'da qalır. Qapı boşdur. Sahil Qaraşlı tələsdi. Anar Əliyev. Xəyal. Qapıya zərbə. Xəyal dayanmır. Məsafə tanımır, yoxlayır qapını. Qarayev ovlamaq istəyir. Sağ cinahı Rövşən ötürməsi. Xəyal. Ötürmə ayaq qoyur Qaraşlı. Out MC Finans komandasının. Anar Məmmədov. Xəyal. Sadiq yenidən Anar. Sol cinahda Anar Əliyev. Əli ötürmə və Qarayev. Yaxın küncü yaxşı bağladı. Küncdən zərbə olacaq. Əli Zaurla oynadı. Zaur. MC Finans komandasının yeganə qolunun müəllifidir ötürməsi. Anar. Əliyev. Ötürmə. Çatmadı Zaura.
Əli ötürməsi Sahil Qaraşlı. Sadiq geriyə. Xəyal. Anar. Önə doğru ötürmə. Zaur və Tural Qarayev. Rövşən. Top itkisi Zaur və Qarayev. Sadiq. Qapıya zərbə. Dəqiq deyil. Qarayev. Önə doğru ötürmə. Sahil Qaraşlı. Başla. Əli Nuriyev. Top ondan meydanı tərk edir. Sadiq. Geriyə Anar Məmmədov. Anar keçdi Sahili. Anar özü gəlir. Ötürmə Zaur. Top itkisi qapı boşdur. Cavad. Ötürmə Zaur. Səhv saldı. Zaur qapı boşdur. Cavad. Oy 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 oy. Xəsislik etdi burada Cavad. Sahil Qaraşlı ötürmə edə bilərdi. Yalnız qələbə ilə növbəti mərhələyə keçə bilib. Buralar komandası səhv etmirəmsə. Xəyal ötürməsi Sadiq. Birazdan dəqiq deyəcəm onda sizə. Anar. Məmmədov. Mərkəzdə Sadiq. Xəyal qapıya zərbə və qol. 2-2 olur hesab. Xəyalın qoluyla yenidən tarazlıq var. Bərabərlik gəlir. Hər şey yenidən başlayır. Hemsi Finans komandası bərabərliyi bərpa edə bilir oyunda. Anar Məmmədov. Türməsi və Əhliman meydana daxil oldu. Əksi qismində Attaşı görürük MC Finans komandasında bugün. Top meydandadır. Anar ötürməsi Xəyal. Əhliman top ikisi Cavad. 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 Ötürmə Sahil Qaraşlı. Yenidən önə keçir Buralar komandası. Sahil Qaraşlı komandanın bombardiri vuran ayağı. Bu günü də boş keçmir. Cavad bu dəfə xəsislik etmədi. Sahil Qaraşlıya hədiyyə verdi və Sahil Qaraşlı bu hədiyyəni lazımıca dəyərləndirir. Önə keçir yenidən Buralar komandası. Əlinin ötürməsi Cavad 2 qolunun yanına bir də məhsullar ötürmə yazdırmağı bacarıb. Gerdə qoyduğumuz dəqiqələrdə Əli Nuriyev topladı, ötürməsi Cavad, qapıya zərbə, Əhliman. İmran. Əhlimandan qayıtmışdı top izləyirəm. Zaur. Zaur, Zaur, zərbə. Ara, qapının üstündən. Əli, Sahil, Cavad. Out MC Finans komandası. Əhliman. Anar Məmmədov, kapitan. Əhliman, yenidən Anar. Yenidən Əhliman. Zaur. Əli qapı önünə Anar, vurmadı Anar, Zaur. Zaur. Cavad sökdü, aldı topu. Birbaşa qapıya, Sahil Qaraşlı. Əhliman. Ötürməsi Sadiq, ötürmə Əli və Tural Qarayev.
İki həmlədə çox yaxın məsafədən o nə qurtarışı idi elə Qarayev. Əlinin ötürməsi Cavad. Saxlaya bilmədi topu Əli. Ötürməsi yaxşı idi əslində. Əhliman. Bu dəfə isə bu səs Əlidən çıxdı. Ötürmə Əli. Beton Əli. Cüssəsi ilə Sadiqi kənarlaşdırdı, topu qazandırdı komandasına. Ənkəbro ləqəbli Beton Əli. Qarayev. Tural Qarayev. Əli ötürməsi Zaur. Geriyə Anar Məmmədov. Anar təcrübəli başdan ayağa. Zaur geriyə yenidən Anar. Əhliman və out. Əhliman. Ötürməsi Anar Əliyev və out. Anardan meydanı tərk etdi top. Tural Qarayev. Əli. Ötürməsi dəqiqdir. Zaur aldı topu ondan Rövşən. Rövşən. Ötürmə Sahil. Qaraşlı. Dubl edir Sahil. 4-2 olur hesab. Buralar komandası aradakı fərqi 2 topa qədər yüksəldi. Hissənin son dəqiqələrində bir qədər də rahatlaşır Buralar komandası. Anar Əliyev. Əhliman Süleyman Sadə. Anar Məmmədov. Xəyal. Ötürmə Cavaddan Sahil Qaraşlı. Sahil yenidən Cavad. Cavad. Cavadın zərbəsi Anar Məmmədov. Əhliman yenidən Anar. Ötürmə çatmadı Əliyə, sürətli alındı. Rövşən. Əli Nuriyev mükəmməl saxladı taban ötürməsi isə. Çatmadı Anar Əliyev, ötürmədə səhvə. Əhlimanda qalır top. Əhliman, Rövşən ötürmə. Sahil! Hara vurdu Sahil? Ettirik etməyə çox yaxın idi. Anar Məmmədov, ötürməsi Əli, geriyə Anar Əliyev. Anar Məmmədov, ötürmə Əli. Sahil geriyə, Tural Qarayev. Rövşən. Qapıya zərbə qüvvətli deyildi, çərçivəyə də düşmədi Anar Məmmədov. Ötürməsi Əhliman. Ötürmə Əli sinəsi ilə Sahilə, Sahildən Cavad. Geriyə Tural Qarayev tələsmir, öndədir Buralar komandası 2 top fərqi ilə. Sahil. Ötürmə Cavad. Gözəl dəyişdi cinahı Rövşən. Ötürmə Əli Nuriyev. Toxunuş edə bilmədi geriyə Cavad. Ötürməsi Anar girdi araya. Əli taban ötürməsi vermək istədi. Alınmadı. Anar ötürmə yenə Əli. Həmiş olduğu kimi bu gün də müdafiədə mükəmməl oyun göstərir İmam Əli. Xəyal geriyə
Anar Əliyev. Qapıya zərbə, dəqiq deyil və bu zərbə ilə ilk hissə başa çatır. Qısa fasilə, ikinci hissə görüşmək ümidi ilə. Və qısa fasilə bitdi. Hakimin fitini gözləyirik. Buralar komandası ikinci hissəyə toplantı ilə başlayırlar. Görək ikinci hissə hansısa bir taktiki dəyişiklik edəcəklərmi? İkinci hissə başladı. Hər iki komandalara yenidən uğurlar arzu edirik. Güclü olan qalib gəlsin deyirik. 4-2 hesab öndədir buralar komandası və ikinci hissəyə MC Finans komandası öndə preslə başlayıb. Anar Məmmədovun səsini eşidirik. Sıxın deyir oyuncularına. Və topladı Anar Məmmədov. Əhliman. Anar. Yenidən Əhliman. Xəyal. Sadiq. Xəyal, Sadiq. Qapıya zərbə. Dəqiq deyil. Qarayev. Əli Nuriyev. Cavad. Əli. Zaur. 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 Sadiq. Geriyə kapitanı ilə oynadı Anar Məmmədov. Ötürməsi dəqiq deyil. Out. Buralar komandasınındır. Əli. Ötürməsi Sahil Qaraşlı. Əhliman var qarşısında. Sahil ötürmə keçmədi. Əli girdi araya. Əli. Dabanla ötürmə. Zaur. 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 Ötürməsi Sadiq. Xəyal, dabanla qapı önünə və yenə Əli. Tural Qarayev top oynadı, Axtıb özü gəlir, ötürməsi və son anda Anar Məmmədov girdi araya, ötürmə, Xəyal. Anar və imkan vermədi Rövşən, Zaur, Xəyal, Zaur və orada Anaramı da birbaşa qapıya dəqiqdir. Bəli, Anar Məmmədova dəymişdi zərbə, Anar. Təbrik eləmişəm. Anar Məmmədov. Anar, ötürmə. Əli, Sadiq. Ötürməsi, Xəyal, Xəyal. Ötürmə, Zaur, Xəyal. Oy, 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 oy. Top oturmadı ayağına Xəyalın. Zaur əslində yaxşı ötürmə vermişdi. Ayaq üstü ilə vurdu Xəyal, içi ilə vursa bəlkə də daha rahat olardı. İmam Əli ötürməsi top meydanı tərk elədi. Sadiq, Əhliman. Anar Məmmədov. Xəyal. Xəyal, Cavad zərbəyə imkan vermədi. Əli və Tural Qarayev. Sadiq. Əhliman. Anar Məmmədov. Bütün komanda ilə rəqib tərəfdədir. MC Finans komand Zaur, ötürmə Sahil Qaraşlı. Sahil, ötürməsi Rövşən, Rövşən. Geriyə Əli, birbaşa qapıya, Xəyal ayağa qoyur. Zaur və Tural Qarayev. Yenə imkan vermir. Qapıya birbaşa, dəqiq deyil Anar Məmmədov və ikinciden zərbə olacaq. Ötürmə Rövşən düşə bilmədi çərçivəyə, qapıdan zərbə. Anar Məmmədov Əli Məmmədovla oynadı öz oğlu ilə.
Və Sahil Qaraşlı. Əhliman. Anar Məmmədov. Ötürmə yenə Sahil Qaraşlıya deyir. Zavaddadır top. Cavad. Ötürmə Sahil. Tək toxunuşlu ötürmə. Çatmadı Cavada. Anar Məmmədov. Ötürməsi Zaura çatmadı. Out. Rövşən ötürmə. Cavad. Qapıdan zərbə. Zaur topladı. Zaur. Zaur. Keçdi mərkəz xəttini. Zaur. Zərbə qapıya. Tural Qarayev. Mükəmməl bir qurtarışla yadda qalır Qarayev. Çox qüvvətli zərbə indirmişdi Zaur. Sadiq. Geriyə Əli. Anar. Əhliman. Yenidən Anar. Yenidən Əhliman. Əli. Çox sərt ötürmələr edirlər. Zərbə dəqiq deyil. Qarayev. Əli. Ənkəbro. Topla hal-hazırda. Geriyə Tural Qarayev. Əli. Yenidən Qarayev. Qarayev. Əli. Sıxır öndə. MC Finans. Əli. 2 nəfər sıxırdı onu. Rövşəndə qalır top. Rövşən təhlükəli ola bilər. Rövşən qapıya zərbə və gol! Rövşən fərqlənir. 5 olur hesab. 3 topa qədər yüksəlir hesab arasındakı fərq. Brolar komandası bir qədər də artırır fərqi Rövşənin qolu ilə. Zaur. Zərbə qapıya. Dəqiq deyil. Əli. Cavad. Ötürməsi Rövşən. Son qolun müəllifi topladı. Ötürmə dəqiq deyil. Zaur. Zaur zərbə. Tural Qarayev. Ayaqları ilə edir qurtarışını bu dəfə. Anar. Məmmədov, Anar aldılar topu ondan. Zaurdadır top, MC Finansdadır yenə. Zaur çəkdi soluna. Ötürmə keçmədi Əli Nuriyevdən. Təhlükəli ola bilər. Qapı boşdur. Əli ötürmə. Hara. Toxunuş da var idi orada. Out. Brolar komandasınındır. Geriyə Əli. Dəqiq deyil. Qapıdan zərbə olacaq. Əhliman. Zaur topladı. Dabanla Əli. Rövşən aldı topu ondan. Ötürməsinə. Anar Əliyev araya girir. Anar ötürmə. Cavad. Əli. Əli. Zərbə qapıya. Blok gəlir. Adaşından. Xəyal. Zaur. Əhliman.
Əhliman Sahil sıxır onu. Əhliman Sahil. Əhliman. Kim qalib gələcək bu mübarizədən? Hakim davam deyir və oyunu saxlayır üzünə. Əhlimanın əli gəlmişdi. Əhlimanın tərəfisi mənə. Qalxdı ayağa Sahil. Davam edə biləcək. Hakim atışı ilə. Penal da deyəsən. Bəli, cərimə zərbəsi qeydə alınıb hakim. Buralar komandası yerinə yetirəcək cərimə zərbəsini. Əhliman qaydanı pozmuşdu deyir hakim Sahil Qaraşlıya qarşı. Görək necə yerinə yetirəcəklər bu cərimə zərbəsini. Ötürmə. Cavad. Ötürmə. Anar girdi araya. Top meydandan çıxdı. Bəli, çıxdı top meydandan. Out. Buralar komandasının da. Cavad topu oyuna daxil edir. Geriyə Tural Qarayev. Əli Nuriyev. Sahil Qaraşlı. Cavad. İmam Əli. Ənkə bura. Cavadla oynadı. Cavad. Yenidən Əli. Mərkəzdə Sahil Qaraşlı. Dubl edib bugün o da. 2 gol Cavad o da dubl edib. 1 gol Səhər Rövşəndən gəldi ikinci hissədə. Ötürmə Sahil Qaraşlı. Əli ilə mübarizəsi keçdi Sahil. Ötürmə Rövşən. Ötürmə Sahil və top meydanı tərk edir. Anar Məmmədov xəyalla oynadı. Yenidən Anar. Ötürməsi Əli. Xəyal. Zaur. Çəkdi sağına. Zərbə və Əli. Ənkə bura beton Əli. İmkan vermədi qüvvətli zərbənin qarşısını ayağı ilə aldı. Out. MC Finans komandasının da. Zaur. Gün zərbəsidir üzr istəyirəm. Ötürmə. Və Qarayev fair play edir. Tural Qarayev hakimə məndən çıxmışdı deyir top və alqışları qazanır Qarayev. Anar Məmmədov topladı. Xəyal. Qapıya zərbə dəqiqdir. Bugün meydanda ən çox qapını yoxlayan oyuncu Xəyaldır. Sahil ötürməsi. Rövşən və out MC Finans komandasının. Anar Məmmədov ötürməsi. Zaur Cavadla mübarizəsi və Sahil Qaraşlı çıxardı topu meydandan. Əli. Əli. Əli, gözəl çönür Əli. Geriyə Zaur. Xəyal. Uzun ötürmə Anar Əliyev. Əli Nuriyev ötürməsi Rövşən. Sahil Qaraşlı və Anar Əliyev topu qazandırır komandasına. Əhliman topladı. Əhliman sağ cinaha Xəyal. Ötürməsi Əli başla qapı önünə. Əhliman. Xəyal. Xəyal geriyə. Rövşəndə qalır top. Rövşən. Zaur. Sağına Zaur. Anar. Əli Nuriyev. Cavad. Geriyə Tural Qarayev.
Cavad mükəmməl keçdi Cavad xəyalı. Ötürməsi Rövşən təhlükəli ola bilər. Sahil və gol! Ettirik edir Sahil Qaraşlı. Özünün 3-cü komandasının 6-cı qoluna imza atır və Prolar komandası 4 top fərqi ilə önə keçir MC Finans komandası üzərində. Zaur qapıya zərbə, dəqiq deyil. Tural Qarayev. Ötürməsi Cavad. Ötürmə mərkəzə Rövşən. Top qasdı ayağından və alt. MC Finansındır Əhliman. Geriyə Anar Məmmədov. Yenidən Əhliman. Çox sərt ötürmələr verirlər bir-birlərinə. Və top qapıdadır. Əhliman avtogola imza atır. Geriyə çox bir sərt ötürmə etdi bu isə Anar Məmmədovun. Ayaqları altından sürüşərək tona qovuşur və 7-2 olur hesab. Zaur ötürməsi Əli, qapıya zərbə, yenə Əli, İmam Əli, Ənkəbro, Beton Əli. Anar Əliyev, Anar Məmmədov, yenidən Anar Əliyev. Ötürməsi Əli başla, Tural Qarayev və Cavad. Hakim səsləndirir. Penaltidir, səhv etmirəmsə. Hakimin qərarı nədir? Şimdi səsləndirib. Hələ ki, əli ilə göstərişini verməyib. Görək qərar nədir? Və hakim vara yaxınlaşır. Görək Cavadın əlinə orada top dəymişdimi, yoxsa yox, penalti varmı, yoxsa yox. Vara baxılsın, geri dönüş edirik. Və vara baxıldı, hakim heç bir penaltidən söhbət gedə bilməz dedi. Və hakim atışı ilə oyun qaldığı yerdən davam edir. Tural Qarayev yenə alqışları qazanmağı bacarır. Qarayev fair play edir, topu rəqibə verir və Anar Məmmədov qapıdan zərbə ilə topu oyuna daxil edir. Əli Məmmədov öz atası ilə oynayır. Anar Məmmədov, Sadiq, sağ cinaha Anar Əliyev, geriyə Anar Məmmədov, mərkəzdə Sadiq, Xəyal, Anar ötürmə, Sadiq, ötürmə Anar, Sadiq, zərbə və gol! 7-3 olur hesab, MC Finans komandası nəhayət ki, Prolar komandasının qapısına İkinci hissədə yol tapmağı bacarır. Hesab 7-3 olur. 4 top var yenə. Arada Cavad, Əli. Qarayev ötürməsi Əli Nuriyev. Sahil Qaraşlı, Cavad, Əli. Əli bütün komanda yoldaşları Əli deyil. Əli isə Rövşəni düşündü. Birbaşa qapıya. Az fərqdə. Top qapının yanından keçir və Prolar komandası time out götürür. Qısa fasilə geri dönürük. Və bu gün ad günü olan Toğrul Əlilini görürsünüz. Təbrik edirik bir daha.
MC Finans komandasının həm oyunçusu, həm məşqçisi Toğrul Əlili buradan bir daha təbrik edirik. Uzun ömür, can sağlığı arzulayırıq. Komandanın vuran ürəyi hər bir şeydir. Toğrul Əlili bir daha təbriklərimizi çatdırırıq. Toğrul Əliliyə və hakim komandaları meydana geri çağırır. Time-out'un bitdiyini bildirir oyunun referisi. Qapıdan zərbə ilə qaldığımız yerdən davam edəcək. Fit səsləndi, Qarayev top oyuna daxil etdi, Cavad. Cavad. Klas göstərir artıq, buralar komandası. Öndədilər 4 top fərqi ilə. Düzdür, MC Finans komandasına bu nəticənin heç bir mənfisi yoxdur. Onlar yenə qrupu lider olaraq tamamlayırlar. Oyuna məşq xarakterli gəliblər. Əsas oyuncularına istirahət veriblər. Basa düşləndi, yəni zədədən qoruyurlar oyuncularını play-off mərhələsində. Çətin rəqiblər gözləyir onları. Xəyal, ötürməsi Zaur. Zərbə qapıya, dəqiq deyil. Qarayev, ötürməsi Cavad. Ötürmə, əli girdi araya, Zaur. Cavad qazandı, itirdi. Out MC Finans komandasını. Anar Məmmədov. Anar. Türməsi Zaura mükəmməl alınır və Qarayev. Anar başla daşı ilə oynayır. Təcrübə, 2 təcrübə. Çox rahat. Qəbul etdilər bu topu. Xəyal, ötürmə Zaur. Oy. Tural Qarayev. Cavad. Yenidən Qarayev. Əli geriyə Qarayev. Türməsi sol cinaha Cavada gözəl alınır. Cavad. Sahil Qaraşlı. Geriyə Cavad. Sadiq Cavad. Az qala yenə sol cinahda keçidi ilə yadda qalacaqdır. Tural Qarayev topladı. Ötürməsi xəyalda qalır. Sadiq, Anar, Xəyal. Yenidən Anar. Sadiq. Xəyal. Qapıya zərbə. Xəyal. Düşə bilmədi yenə çərçivəyə. Rövşən. Topladı. Rövşən. Xəyalla mübarizəsi geriyə. Əli. Qapısı ilə oynayır. Qarayev. Önə doğru ötürmə. Sahil Qaraşlıya. Dəqiq alınır. Sahil ötürməsi. Cavad. Əli. Ötürmə. Sahil. Qapı önünə. Cavad və gol. Ettirik edir. Cavad 8-3 olur hesab. Cavadın qolu ilə hesab arasındakı fərq 5 topa qədər yüksəlir və fit səslənir. Zaur mərkəzdən topu oyuna daxil etdi. Anar Məmmədov. Zaur. Əli. Xəyal. Türməsi Zaur. Sadiq. Anar. Ötürmə. Çatmadı Sadiqə. Zaur. Sadiq. Əli. Anar. Sadiq və Əli. Yenə Əli. Müdafiənin dirəyi beton Əli, elə belə demirlər ona.
Sadiq anar qapı önünə. Tural Qarayev çox kritik bir toxunuş edir ayaqları ilə. Anar Məmmədov kün zərbəsini öz yerinə yetirir, ötürməsi. Xəyal zərbə alınmadı. Cavad ötürmə. Sahil Qaraşlı poker edir. Karyerasının ən rahat qollarından birinə imza atır Sahil Qaraşlı və qolu kənarda Samirlə qeyd edir. 9-3 olur hesab. Sahil Qaraşlı'nın qolu ilə Zaur topladı. Zaur keçdi bir rəqibini. Zaur ötürməsi. Anar! Oy 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 oy. Qarayev. Emiliano Martinez ləqəbli Tural Qarayev top oyuna daxil edir. Sahil Qaraşlı. Sahil nəsə eləmək istəyirdi. Sahil top özündədir. Ötürməsini də verdi. Əli Nuriyev birbaşa qapıya. Dəqiq deyil. Anar Məmmədov. Sadiq. Ötürmə Əli Məmmədov. Əli zərbə qapı tiri. Top meydanı tərk edir. Qarayev. Əllə uzun ötürmə, dəqiqdir ölkənə, dizli ötürmə. Anar Məmmədov sağ topu vurur, çıxardır meydandan. Və hakim final fitini səsləndirir. Bugünün qalibi, bu oyunun qalibi Brolar komandası olur. Təbrik edirik qalib komandanı, hər iki komandalara növbəti oyunlarda uğurlar arzu edirik. Sizlərlə sağollaşırıq. Tural Qarayevi gördünüz, Emiliano Martinez ləqəbli bu qələbəni öz rəqsi ilə qeyd etdi. Sağ olun, sağlıqla qalın. Gələn görüşlərə dək.